Bax, orada oturanların, o usulda oturanların arvadı belədir. Əllərimə bax. Nəzakət Əmənova Cəlilabadda kartof yığıb günə 12 manat qazanır. Deyir aldığı pul dolanışığına yetmir. Nə ərim işləyir, nə oğlum işləyir. 3-4 dənə uşaq saxlayıram, xahiş edirəm prezidentdən. Ölürəm, 12 manata səhərdən axşamacan prezidentinin arvadı gəlsin. Görüm elə burada işləyə bilər. Bu əllərimizlə eləyirik. Yağlarımız yanır, həmərlərdə pul ala bilmir. Kartofa baxın. Nəzakət Əmənovanın 59 yaşı var. Pensiyaya yaşı çatmır. Deyir dövlətdən 1 manat pul almıram, amma 90 manat qaz pulu verməliyəm. Uşağım daş atmanla ölür 10 manata. Özüm də 12 manata axşamacan səhər saat 8-dən axşam saat 8-dən. Bizim bir dəqiqə kartof da Yox, görün bununla kim dolana bilər? Dolana bilməz. Əkil əkiləm, qiyməti yox. Mal saxlayıram, qiyməti yox.